Qarabağ general qubernatorluğu. Deməli, şəhidlər, Qarabağ hücumlarının müdafiəsi tədbirləri. Deməli, ermənilər AXC qurulduqdan sonra da yenə də ermənilər Qarabağa iddialarından əl çəkməmişdilər. Və hələ ki, xatırlayırsınız hansı məsələni? Tiflisdə elan olunmuşdu, sonra Gəncəyə köçmüşdü. Oradan da Bakıya doğru gəlirdilər. Çünki Bakı bolşeviklər nəzarətində idi. Bakıya keçirmək istədilər. Bu səbəbdən də digər bölgələrdə baş verən məsələlərə AXC hələ tam bütün nəzarəti ilə ora baxa bilmirdi. Ora nəzarət edə bilmirdi bütün gücü ilə. Ona görə də ermənilər hələ ki burada nə edirdilər? İstədiklərini həyata keçirməyə çalışırdılar. Hətta müəyyən vaxtlarda ayrı-ayrı quldur dəstələri vasitəsilə Qarabağda Zəngəzur Naxçıvanı soyqırım törətməyə çalışmışlar və elədilər də. Xüsusən də 1918-ci ildə Osmanlı qoşunu Azərbaycanı tərk etdikdən sonra Qafqaz İslam getdikdən sonra ermənilərin işi rahatlaşdı. Onlar yenidən fəallaşdı, əl qolları açıldı. Belə bir vaxtda Azərbaycanda 1919 yanvarında Zəngəzur və Qarabağ Azərbaycanlı əhalisini erməni qırğınları hakimlik qərar verdi. 19 yanvarında Qarabağ general qubernatorluğu yaradılmış oldu. Bu qubernatorluğa daxildir Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur ərazisi daxil idi, qəzalar daxildir. Və burada da AXC-nin ilk hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov bura rəhbər təyin olundu. İlk hökumət kabinetində hərbi nazir deyirik, amma bu həyata keçirilmədi, tam olaraq fəaliyyətə başlamamışdı. Nəyə görə? Axı Gəncə, belə deyim, Tiflisdəki hadisələrlə bağlı AXC hakimiyyəti Gəncəyə köçdü və birinci hökumət kabineti orada ləğv olundu, ikinci hökumət kabineti yarandı. Buna görə də hərbi nazir vəzifəsi getdi. Həmin işi Nuru Paşa öz öhdəsinə götürmüşdü. Daha sonra isə Bakı köçdükdən sonra isə orada yenidən hərbi nazir vəzifəsi yaranacaqdı və orada da ilk hərbi nazirimiz olacaq Fətəlxan Xoyski. Mərkəzi Şuşa olan general qubernatorluq yaradılmış oldu. Nəticədə Xosrov bəyin gördüyü tədbirlər nəticəsində ermənilərin Qarabağa basqınlarına son qoyuldu. Onlar ingilislərin köməyi ilə Qarabağdan uzaqlaşdırıldı və yerli erməni əhalisi məktub yazaraq onlardan, Şuşa əhalisindən üzr istədilər. Bu şəkildə Qarabağda olan dinc əhalinin erməni hücumları müdafiəsi təşkil olmuş oldu. Və onlar Azərbaycan hakimiyyətini tanıdılar. Zəngəzur ərazisinə olan iddialar. Ermənilər Qarabağda istədiklərini ala bilməkdə Zəngəzura müdaxilə etdilər. Bu zaman isə ingilislərin vasitəçiliyi ilə 1919-cu ildə Tiflis sazişi imzalandı. Kimlər arasında? Azərbaycan ilə Ermənistan arasında. Bu sazişin mahiyyəti nə idi? Hər iki dövlət öz qoşunlarını Zəngəzurdan çıxarmalı idi. Azərbaycan tərəfi həqiqətən də bu öhdəliyi yerinə yetirdi. Amma az sonra ermənilər sülhün şərtlərini pozdular və yenidən bu əraziyə qoşun göndərdilər. Naxçıvanı qorumaq üçün baxaq hansı tədbirlər gördük. Qarabağla bərabər Naxçıvan da Azərbaycan nəzarətindən kənarda qalan bir ərazi idi. Dediyimiz kimi başda olan hadisələrlə bağlı, xüsusən də sonra İngilis qoşunlar Azərbaycana gəldilər. Belə vaxtda Azərbaycanın mövcudluğu təhlükə altındaydı AXC-nin. Buna görə hələ ki Naxçıvana da bir ciddi nəzarət edə bilmirlər. Belə olduqda oradakı əvvəlcə Osmanlıların nəzarətində idi, amma sonra da Osmanlı qoşunları da oranı tərk edib getdikdən sonra Mudros müqaviləsinə görə yerli əhali tərəfindən Naxçıvanı müdafiə etmək üçün belə bir addım atıldı. 1918-ci ildə noyabrında Araz Türk Respublikası adlanan bir dövlət quruldu. Məqsəd əhalini erməni hücumlarından qorumaq idi. Həqiqətən də buna nail oldular.
Daha sonra Arus Respublikası deməli 19-cu ildə Cənub-Qərbi Azərbaycan adı ilə AXC-yə birləşdirilməsi qərarı alındı. Bunun üçün 19 fevralında Naxçıvan general qubernatoru yarandı. Baxın, yaranması haqqında qərar verdilər. Hətta Bəhramxan Naxçıvanski rəhbər təyin edildi. Amma İngilislərin burada ermənipərəst siyasət yeritməsi nəticəsində 1919-cu il mart ayında burada erməni idarəçiliyi yaradılmış oldu. Erməni idarəsi yaradıldı və bir neçə ay ərzində ermənilərin hakimiyyəti davam edirdi Naxçıvanda. Amma ardınca bu toplululara var bu sual. 1. AXC-nin güclü diplomatik təzyiqi. 2. Yerli əhalinin qətiyyəti nəticəsində erməni hakimiyyəti ləğv edildi. 19 avqustdan isə Səməd bəy Cəmlinskinin rəhbərliyi altında Naxçıvan general qubernatoru fəaliyyətə başladı. Yenə deyirik, qərar verildi 19 fevralında, amma Naxçıvan general qubernatoru fəaliyyətə başlamışdı 19 avqustunda. Səbəbi nə oldu bildik. Burada İngilislərin fəaliyyətlə ermənipərəst hakimiyyətin mövcud olması. Separatçı Muğan Sovet Respublikasının ləğv edilməsi. Bolşeviklər Azərbaycanda Şamiyan rəhbərliyyətdədir ki, Bolşeviklər Azərbaycanı tərk edib getdilər. Amma onlar getsələr də Azərbaycanda bölgələrdə qalan Bolşeviklər, Lənkəran tərəfdə olan Bolşeviklər burada özlərinə yeni bir dövlət qurmuşdular. 1919-cu ildə Sovet Muğan Respublikasını yaradıldığı elan etdilər. Amma o da çox qalmadı. 19-cu ildə Həbib bəy Səlimovun rəhbərliyi gələn qoşunlar həmin Sovet Muğan Respublikasına son qoydular. Bunun Azərbaycanda olması separatçılıq siyasəti, yəni daxildən parçalanma məsələsi idi. Onun da qarşısını almış oldular. Lənkəran və Muğan AXC-yə birləşdirilmiş oldu. Yəni bunlar sadəcə illəri və nəticəni bilsəz kifayət edir bu hissələrdə. Çox dərinə girməyə ehtiyac yoxdur. Buradan sizə vacib olan nələr var? Baxaq ki, çox kitab oxumadan mövzunu rahat bir şəkildə öyrənmə imkanınız olsun. Şayda bu cümləni qeyd edir. Xarici kapitalın iqtisadiyyatda iştirakını artırmaq üçün, təmin etmək üçün onlar nə etmişlər? Tədbirlər həyata keçirmişlər. Yəni sadəcə yerli kapitalistlərlə kifayətlənməyiblər. Xarici kapitalın da ölkəyə gəlməsinə təşviq edə bilər. 1918-ci il iyununda, məsələn, bunu soruşur bizdən. Çox soruşulan suallardan biridir. Hökumət zəruri ərzaq məhsullarının ölkədən kənara çıxarılmasını qadağan etmişdir. Bu, sosial-iqtisadi tədbir olaraq qiymətləndirilir. Sosial deyəcən həm əhalinin rifahını yaxşılaşdırmaq, iqtisadiyyatı ölkə daxilində ticarətin canlanması, xidmət edən məsələdir. Sosial-iqtisadi tədbir olaraq nəzərdə tutulur. İyunun 27-sində 27 iyun düşür Gənclər Kabinetinin dövrünə düşür. On 19-cu ildə Dövlət Bankının yaranması, sonra Bakı bonunun istifadəyə verilməsi, bu da iqtisadi tədbirlərdən olacaqdır. Bakı bonu Azərbaycan, o dövr üçün Azərbaycan manatı olaraq adlandırılırdı. 1918-ci ildə oktyabrında 18 oktyabrında Bakı XKS-nin həyata keçirdiyi milliləşdirilmə ləğv edilmişdi. 5 oktyabrda milliləşmə ləğv edilmişdi. Amma Bakı XKS onu eləmişdi 2 iyunda eləmişdi. Azərbaycan isə 5 oktyabrda həmin milliləşməni ləğv elədi. AXC-nin milliləşdirdiyi yeganə sahə təhsil sahəsidir. Təhsil
milliləşdirilib. Yəni, təsir dövlətin nəzarətində idi. Neftin dünya bazarına çıxması üçün şərait yaratmışdı. Xarici kapitalistlərlə əlaqələr qurulmuşdu və müəssisələr əvvəlki sahiblərinə geri qaytarılmışdır. Azərbaycan Bakı-Batum neft kəmərindən istifadə etmə imkanını əldə etmişdi Versal müqaviləsinin şərtinə görə. Sosial tədbirlər. Şairlər, sosial tədbirlərə yenə də uşaqlara yardım, az təminatlı ailələrin uşaqlarına yardım edilməsi var. Sonra, baxın, aqrar islahat haqqında qanun deyir. AXC-nin həyata keçirə bilmədiyi məsələlər 1. Aqrar islahatdır. 2. Konstitusiyadır. Konstitusiya və yaxud da bunu belə də deyə bilər, Müəssisələr Məclisi və 3. Əlifba. Şairlər, bu məsələni AXC həyata keçirə bilməyiblər. Aydın oldu mu? Aqrar məsələ, yəni kəndlilərə torpaq sahəsi verilməsi. Azərbaycan SSR, biraz sonra Azərbaycan SSR deyəcək. SSR-dən fərq, AXC-dən fərqli olaraq Azərbaycan SSR dövründə kəndlilərə torpaq sahəsi veriləcək. Və yaxud da belə deyir, müasir Azərbaycan Respublikasının AXC-dən fərqli cəhəti olacaqdır. AXC-nin həyata keçirə bilmədiyi bir dənə orada nədir? Aqrar məsələ var ki, müasir Azərbaycan Respublikası onu həyata keçirmiş olacaq. Bunu buradan keçirik. Yəni, söz yığınağı biraz çoxdur mövzunun içərisində. Vacib olan yerlərini göstərməyə çalışıram. Baxın, burada bir daha göstərdi ki, aqrar məsələni həyata keçirə bilməmişdik. Mədəni tədbirlər. Mədəni şairlər, təhsil, elm, mədəniyyət bununla bağlı məsələdir. Məktəblərin milliləşdirilməsi, türk dili haqqında qanun var. Sonra rus dilinə də icazə verilirdi. Qeyri-müəllim seminariyasının Azərbaycan filialı Qazaxa köçürülmüşdü 18-ci ildə. Sonra Bakı Dövlət Universitetinin yaranması haqqında qanun 19 sentyabrında. Buna əsasən oktyabr ayına etibarən başladı fəaliyyətə. 2 fakültə var idi. Tarix, filologiya və tibb fakültəsi vardı. 19-cu əlifbə islahatı haqqında qanun verildi, komissiya yaradıldı. Amma həyata keçirilə bilmədi. AXC-nin işğalına bağlı həyata keçirilə bilmədi. Burada dedik. Yeni kitabxananın fəaliyyətə başlaması, mətbuatda mətbuat azadlığı var idi. Sonra rəsmi mətbuat orqanı Azərbaycan qəzeti idi. Burada nə var? İstiqlal Muzeyi. Sonra Dövlət Teatrının yaranması. Nadir faciəsi orada səhnəyə qoyulmuşdu. Yezofi adı yenidən Gəncə adlanmışdı. Qaryagin Cəbrayıl qəzası adlandırmışdı. Bunlar soruşur, testdə var bunların. Xarici siyasətine baxırıq. AXC-də şahidlər, xarici siyasətdə əsas vəzifə bir dövlətin suverenliyi təmin etmək, 2 ərazi bütövlüyünü təmin etməyə çalışmaqdır və bundan sonra da digər dünya dövlətləri ilə əlaqələr qurmaq. AXC-nin həmin dövlətlə əlaqələrini təmin etmək. Məqsədimiz bu idi. Qonşu dövlətlərlə münasibətə xüsusi diqqət yetirilirdi. Onlarla dostluq və qarşılıqlı mehribanlıq şəraiti yaşamağa diqqət edirdi. Burada şahidlər, sual verəcək bizə AXC-nin əlaqə qura bilmədiyi, normal mehriban qonşuluq münasibəti qura bilmədiyi yeganə dövlət Sovet Rusiyası idi. Sovet Rusiyası. Ola bilər ki, bunu sizi çaşdırmaq üçün belə deyək, SSR-i yaza bilər. Şayət SSR-i yoxdur. Çünki AXC-nin mövcudluğu 1918-dən 20-yə qədərdir. SSR-nin yaranması isə 1922-dədir. Ona görə də bu sadəcə Sovet Rusiyası yox idi. Yəni SSR yoxdur o dövrdə. Aydın oldu mu? Sovet Rusiyası da yeganə dövlət ki, onunla normal bir dostluq münasibətləri qurulmaq imkanı olmadı, alınmadı məsələ. Onu indi işğal məsələsində deyəcək.
Osmanlı dövləti ilə münasibətlər, əslində bunu bilirsiniz, ona görə çox durmayacağım burada. Deməli, Batum müqaviləsi iyunun 4-də Osmanlı Azərbaycanı tanıyan ilk dövlət oldu, ona yardım göndərmiş oldu. Daha sonra isə Mudros müqaviləsi ilə Osmanlı Azərbaycanı tərk edib çıxdı, getdi. Onlar çıxıb gedən kimi Azərbaycana Böyük Britaniya, yəni İngiltərə qoşunları gəldi, Thomsonun rəhbərliyi altında. Buna görə də onlar əvvəldən razılaşmış bir məsələ idi. AXC ilə Osmanlı arasında bağlamış razılaşma idi ki, İngilislər gəldikdən sonra Azərbaycan hakimiyyəti, yəni AXC, öz mövcudluğunu qoruyub saxlamaq üçün Osmanlıların Azərbaycanda olmasına, onların Nur Paşa Gəncədə olarkən hakimiyyət dəyişikliyi edilmişdi. Birinci hökumət kabineti getdi, ikinci hökumət yarandı. O da qanunverici icra edici hakimiyyəti idi. Ona görə də Azərbaycan hakimiyyəti Osmanlıların bu gördükləri, etdiklərini məcburiyyət kimi göstərdilər və onlara etirazını bildirmişlər. Bu da məsələ budur ki, AXC yeni gələn hakimiyyətə, ingilislərlə bir yoldaşlıq münasibətləri qura bilsin və öz mövcudluğunu davam etdirə bilsin. Bu razılaşdırılmış bir addım idi bu formada. Ondan sonra da Azərbaycan AXC İngiltərə ilə yaxınlaşmalı oldu və buna görə də Bakıya köçdük, ingilislər gəldikdən sonra xatırlayırsınızsa demişdik, ikinci hökumət kabinetində hərbi şura yenidən fəaliyyətə başladı. Yəni qanunverici hərbi şura nə idi üstə? Milli şura. Milli şura yenidən fəaliyyətə başladı. Yəni qanunverici orqan funksiyası yenidən bərpa olunmuş oldu. Ermənistanla münasibətlər. Ermənistan yenə də ərazi iddiası irəli sürürdü. Müxtəlif ərazilərlə bağlı məsələlər ortaya atdı. Ən sonunda İrəvan məsələsində razılaşdırıldı. O dövrki AXC hakimiyyəti bunu məcburiyyət qarşısında irəli atılmış bir razılaşma olaraq dəyərləndirmişdi. Çünki bu şəkildə İrəvanla ermənilər bağlamış razılığa görə əgər İrəvan onlara mərkəz kimi verilmiş olsaydı, ermənilər Azərbaycana olan iddialarından əl çəkəcəkdi bir dəfəlik. Buna görə də 18-ci mayın 29-da Milli Şuranın iclasında İrəvan şəhəri ermənilərə siyasi mərkəz olaraq verilmişdi. Və qarşılığında da ermənilər Azərbaycanın digər ərazidə olan iddialarından əl çəkməli idilər. Bunu isə o dövrki hakimiyyət qaçılmaz acı bir həqiqət olaraq göstərirdi. Tarixi bir zərurət olaraq göstərirdi. Amma ermənilər yenə də iddialarına əl çəkmədilər. Bu niyə görə belə bir hadisə baş verir? Çünki deməli Rusiya hakimiyyəti Qafqazda müstəqil dövlətlər yarandıqda isə burada yaşayan xalqlar bir dənə ermənilər ki, onların əraziləri yox idi. Burada yaşamasına baxmayaraq onların tarixi torpaqlar, əlində olan bir mülkləri yox idi ki, özlərinə bir dövlət qursunlar. Onlar da istədilər, xahiş etdilər. Burada yuxarıda göstərdiyi kimi gümrünü istədilər. Osmanlılar bunu vermədilər. Osmanlı nəzarət. Osmanlı AXC arasında razılaşma belə oldu ki, İrəvan verilsin. Olsun ki, ermənilər əl çəksinlər, amma onlar da verdikləri sözü yerinə yetirmədilər. Dağlı xalqları ilə məsələ, Dağlı Respublikası ilə onlarla normal qonşuluq münasibətləri olmuşdu. Deməli, (1919)da isə Rusiya həmin Dağlı Respublikasının varlığına son qoyur. Rusiyaya gedən məsələlərdə. Dağlılar ərazisini işğal etmişdilər. Bununla bağlı çox da bir şey lazım deyil. Gürcüstanla bağlı məsələ. Gürcüstanla bağlı məsələmiz bu ki, arada mübahisəli ərazilər var idi Gürcüstanla bağlı. Amma daha sonra isə bunlar dostluq şəraitində danışaraq məsələ həll olundu. Borçlarla bağlı məsələ. 19-cu ildə Azərbaycanda ilk və tək hərbi müqavilə. Bir dənə müqaviləmiz, hərbi müqavilə söhbət edir. 19-cu ildə Gürcüstanla bağlanmış bu müqavilədir. Nəyə qarşı idi? Şimaldan gələn təhlükəyə qarşı, Rus təhlükəsinə qarşı, Denikinə qarşı birgə mübarizə aparmaq üçün hərbi müqavilə imzalamışdılar. Və bu müqavilənin gedişatında
hərbi şura yaranmışdı. Hərbi şura yaranmışdı. Hərbi şura Azərbaycan tarixində 3 yerdə var. 1837-38 Quba üsyanındadır Çar Rusiyasına qarşı. 1905-11-ci illər Cənubi Azərbaycanda məşrut hərəkatında olmuşdu. Bir də burada 1919-cu ildə Gürcüstanla bağlanmış hərbi ittifaqımızda hərbi şura yaranmışdı. Qacarlarla bağlı məsələmiz. Qacarlar əvvəlcə Azərbaycanı tanımaq istəmədilər, AXC-ni tanımaq istəmədilər. Buna özü üçün təhlükə hesab edirdi. Daha sonra isə 1920-ci ilin martında İngilislərin vasitəsilə onlar AXC ilə Qacarlar arasında dostluq müqaviləsi bağlandı 1920-ci ilin martında. Və bununla da AXC Azərbaycanı de jure olaraq tanımış oldu. Səfirliklər nümayəndə açılmağına icazə verilmişdi. 1920-ci ildə Təbrizdə Azərbaycan nümayəndəliyi səfirliyi isə Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu açılmışdı. Bu da oxşar cəhətlərimizdir bizim. Topluda da var. Sual işlərini görəcəksiniz. 1920 AXC, 2004-də isə Azərbaycan Respublikası Təbrizdə konsulluğunun açılması. Böyük Britaniya ilə məsələlərimiz. Böyük Britaniyanın qoşunları Azərbaycana 2 dəfə gəldi. 1918-ci ildə Central Gaspi diktatoriyasının köməyi ilə, daha sonra çağırışına gəlmişdi Denis Dillon rəhbərliyi altında. Onlar burada çox qalmadılar, geri qayıtdılar. Orada düşmən kimi gəlmişdi Azərbaycana qarşı. 18-ci ildə Thomson rəhbərliyi altında gəlmişdi. Burada isə Bakıdakı hakimiyyəti qorumaq məqsədi ilə həqiqətən sonradan da dostlaşdılar və 3-cü hökumət kabinetini İngilislər qanuni hakimiyyət olaraq adlandırmışlar. Onun fəaliyyətinə kömək eləmişlər. Daha sonra isə buradan neynədilər? Çıxıb getdilər. Bundan sonra AXC qərb yönümlü xarici siyasəti yeritməyə başlamışdı. Nəyə görə? Öz mövcudluğunu qoruyub saxlamaq üçün. 19 avqustunda isə Thomson Azərbaycanı tərk elədi. Geri qayıdarkən isə Xəzər dənizində olan donanmanın bir hissəsini və silah-sursatı gəmiləri Azərbaycana təhvil vermişdi. Bunun hesabına Azərbaycan 19-cu ilin ortalarında Xəzər hərbi donanmasının əsasını qoydu. İtaliya ilə münasibətlər. AXC dövləti İtaliya ilə yenə də ticarət əlaqələri saxlayırdı. Xüsusən də hərbi ləvazimatlar və geyim və s. onlardan alırdı. Əvəzində isə İtaliyaya neft satılırdı. Paris konferansında AXC üzərində himayəçilik İtaliya dövlətinə təklif olunmuşdu. AXC isə Böyük Britaniyanı istəyirdi. Amma orada təklif İtaliyaya olundu. İtaliyada müharibədə bilirsiniz ki, Birinci Dünya müharibəsində, hətta Caporetto döyüşündə məğlub edilərək müharibədən çıxarılmışdı Almanlar tərəfindən. Yəni o qədər də uğurlu çıxmamışdı müharibədən. Düzdür, qalib sırasında amma uğurlu deyildi. Təsərrüfatı dağılmış vəziyyətdə idi İtaliya. AXC-də qoşun saxlayacaq gücü yox idi. Buna görə də sadəcə onunla ticarət əlaqələri saxlamaqda maraqlı idi AXC-nin. Bu səbəbdən də bu məsələ, yəni İtaliya üzərində İtaliyanın AXC üzərində nəzarəti olsun deyə bir təklif verildikdən sonra Sovet Rusiyanın işi biraz rahatlaşmışdı. Azərbaycanın da işğalçı planları fəallaşmışdı. Ancaq silahçılar hərbi ləvazım və s. alınması nəzərə tutulurdu. İtaliya ilə bağlamış 1920-ci ildə bağlamış müqavilə şahidlə hərbi müqavilə deyil, o ticarət müqaviləsidir. Baxmayaraq ki, silah-sursat var, onun alışı, satışı var ortada, amma yenə də bu hərbi müqavilə sayılmır. AXC nümayəndə heyəti Paris konferansında iştirak etməsi 1918-ci ildə onlar 3-cü hökumət kabineti Parisə gedəcək heyəti müəyyənləşdirmişdi. Heyəti Topçubaşov rəhbərlik edirdi. Azərbaycan parlamentinin ilk rəhbəri Topçubaşov. Məqsədləri Azərbaycan müstəqilliyin tanıdılmasına nail olmaq idi və dövlətlərlə münasibət qurmağa çalışmaq idi. Versay müqaviləsi konferansda iştirak etmək üçün yola çıxmışdılar. Məqsədləri Azərbaycanı tanıtdırmaq, millətlər cəmiyyətinə üzv olmaq və böyük dövlətlərin dəstəyini ala bilmək.
Burada şahitler Paris konferansına giden heyətin orada gördüğü fəaliyyətləri, çalışmaları haqqında belə bir sənədli filmimiz var. Əbədi Ezamiyyət adlı sənədli filmimiz var. Nə vaxtsa maraq dairəniz olarsa ora baxa bilərsiniz ki, o şəxslər orada əlindəki yəni kiçik ölçü həcmli imkanlarla nələr etməyə çalışmışdılar AXC-ni tanıtmaq üçün. Azərbaycan tarixinin ən şanlı dövrlərindən biri AXC. 1919-cu ildə Woodrow Wilson'la görüşməyə çalışsalar da hələ ki bundan ayrıla bilməmişdilər. Deməli onlar AXC nümayəndə heyətinin iştirakına əvvəlcə əleyhinə çıxmışdılar, daha sonra isə razılıq vermişdilər. Memorandum sənəd hazırlayıb orada təqdim elədilər Woodrow Wilson və daha sonra digər nümayəndələrə təqdim elədilər. Sonra burada bunlar çox da vacib. Sadəcə bir dəfə oxuyub keçərsiniz oranı ki, ümumi məlumat olsun. Yəni əzbər götürəsi bir şey yoxdur oradan, öyrəniləsi bir şey deyil. Elə istəyirəm ki, sizin üçün işiniz biraz rahatlaşmış olsun. Deməli, konferansın gedişatında hələ ki Avropa dövlətləri ermənipərəst siyasət yeridilər, hələ ki AXC-ni tanımaq istəmirdilər. Amma daha sonra 19-cu sonlarda Sovet Rusiyası Qafqaza doğru irəliləməyə başladı. Bu hansı hadisədir? 18-20-ci ildə Sovet Rusiyada vətəndaş müharibəsi gedir. Ağlar və qırmızılar arasında. Yəni, ağ qvardiyaçılar və qırmızılar. Denik, keçmiş milli hökumətinin ordusu, bir də Bolşeviklər arasında. Bolşeviklər bir də Avropa dövlətləri Qafqazda müstəqil dövlətdən yaranmışlar. Əslində onlar bu maraqları ilə nə ifadə edirdilər? Sovet Rusiyasının güclənməsinin əleyhinə çıxdıqlarını bu şəkildə bildirmiş olurdular. İstəmirlər ki, Sovet Rusiyası gəlsin və Qafqazda möhkəmlənmiş olsun. Yəni ərazilərini genişləndirsin. Çar Rusiyasının yerində orada güclü bir dövlət yaranmasını istəmirdilər. 1920-ci il yanvarın 11-də AXC hakimiyyəti, Versal konfransı de facto olaraq, yəni faktik olaraq tanınmış oldu. Dünya dövlət tərəfindən, İngilislər, Fransızlar, ABŞ və digər dövlət tərəfindən onlar faktik olaraq nə edilər? Tanındılar. Ardıcı da Gürcüstan Respublikasının mövcudluğu tanındı. Əhəmiyyəti nə idi? Dünya dövlət tərəfindən tanınmış oldu. Bir sıra müqavilə imzalanmışdı. Deməli, bu sənəddə mahiyyət nədir? Versal Konferansiyası AXC nümayəndə fəaliyyətini dayandırdı. Nəyə görə dayandırdı? Çünki onlar artıq vəzifələrini yerinə yetirmişdilər. AXC-nin tanınmasına nail olmuşdular. Bu da çox da vacib bir şey deyil. Keçirik buradan. Qarşıda süqutu var. Süqutu ilə məsələmizi bitirək. Şahidlər, buranı da mümkün qədər qısaltmağa çalışacağım. Deməli, Sovet Rusiyası. Bunlar demək ki, 17-ci ildə oktyabr çevrilişdə Lenin hakimiyyəti ələ aldı. Və 18-ci əvvəllərində Petrogradda olan müəssisə məclisini qovdu. Bundan sonra vətəndaş müharibəsi başladı və 19-cu sonlarına doğru artıq Sovet Rusiyası üstünlüyü öz əlinə almışdı cəbhələrdə və qalib gəldilər nəhayət ki. Sovet Rusiyasının ola biləcək, yəni hücum təhlükəsinə qarşı AXC şimal sərhədlərini möhkəmləndirmişdi. Ona görə də şimala güclü qoşun dəstələri yeritmişdi AXC. Şimaldan gələ biləcək hər hansı bir təhlükəyə qarşı. Rusiya isə əvvəlcə AXC-yə qarşı hələ ki aktiv şəkildə müharibəyə başlamır, ehtiyat edirdi. Dünya dövlətlərinin ona qarşı hər hansı bir etirazından və yaxud da qarşı çıxan ehtiyat edirdi. Bu səbəbdən də 1920-ci ilin yanvar və mart aylarında notalar göndərdi. Nota mübadiləsi oldu iki dövlət arasında. Nota nədir şahidlər?
Nota bir dövlətin başqa dövlətə qarşı sərt hədələyici şəkildə göndərdiyi məktubdur. Birinci notada AXC-yə qarşı göndərdiyi bu məktubunda deyir ki, notada Ağqvardiyaçılara qarşı birgə mübarizə aparmalıyıq biz. Bunu təklif edirdi. AXC isə dedi ki, bu sənin daxili məsələndir. Biz bu işə qarışmırıq. Əgər biz, yəni AXC və Rusiya arasında qarşılıqlı bir münasibət qurmaq istəyirsənsə, hər hansı bir anlaşma istəyirsə, gəl bir iki dövlət olaraq biz razılaşaq. Amma ikinci notasında Sovet Rusiyası yenə də AXC müstəqilin tanınması üçün hələ tez olduğunu göstərirdi. Yəni, hələ vaxt lazımdır bunun üçün. Əslində tanımadığını ifadə edirdi. Və yenə də Ağqvardiyaçılara qarşı bərabər mübarizə aparmağın belə deyim, lazım olduğunu göstərmiş oldu. Əslində burada Rusiyanın məqsədi bu idi ki, Sovet Rusiyası məqsədi bu idi ki, AXC-ni Ağqvardiyaçılarla döyüşdürməklə hər ikisini zəiflətmiş olsun, gücdən salsın və sonra rahat bir şəkildə onun ərazini işğal etsin. Amma AXC yenə də onunla razılaşmadığını bildirdi və istəyərsə iki dövlət arasında danışıqlara aparmağa hazır olduğunu bildirmiş oldu. Artıq Sovet Rusiyası baxdı ki, bu nota nəticəsində AXC-yə heç bir təsir bunun üçün başqa tədbirlərə əl atdı. Birinci olaraq nə edir? 1920-ci fevralda Azərbaycanda Kommunist Partiyası yarandı. Azərbaycan Kommunist Bolşevik Partiyası yarandı. Axı bu Bolşeviklər dediyimiz şəxslər, bu Bolşeviklər Rusiyada hakimiyyətə əl almışlar, Bolşeviklər Partiyası. Azərbaycanda belə bir partiya qurdu və həmin partiya vasitəsilə, həmin şəxslər vasitəsilə AXC-ni daxildən parçalamağa çalışdı. Hədəf bu idi. Məqsəd bu idi ki, döyüş aparmadan, müharibə aparmadan daxildən AXC-nin idarəsini öz əlinə almış olsun. Həm də bunu ictimaiyyətə belə təqdim edəcəkdi ki, mən oranı işğal etməmişəm. Sadəcə Azərbaycanda olan AXC-nin tərkibində olan Kommunist Partiyası, Bolşeviklər Partiyası məndən yardım istədilər. Mən də onlara hakimiyyətə gəlmək üçün köməklik eləmişəm. Yəni bunu işğal kimi göstərməyəcəkdi. Hətta buna görə də Azərbaycan Kommunist Partiyasında olan bütün rəhbər vəzifəli şəxslər hamısı Azərbaycanlılar idi. Ya bununla da Sovet Rusiyası özünün güya dırnaq arasında dost olduğunu iddia edir, ortaya qoymuşdu. Sonradan Lenin deməli göndərdiyi məktubunda, teleqramda həmin deməli Kommunist Partiyası nə təklif edirdi? Bakını işğal etməyi, bunun üçün lazım olsa, nə lazımdırsa köməklik göstərməyi göstərirdi ki, mən sənə lazım olan yardımı eləyəcəm. Bunun üçün nə etdilər? Ermənilərdən istifadə etdilər həmişə kimi. Ruslar Qafqazla bağlı siyasətlərində ermənilərin dəstəyindən istifadə edirlər. Çünki AXC şimal sərhədlərinə böyük qoşun hissələri yerləşdirmişdi. Yəni oradan Rusların keçməsi çətin olacaqdı. Rusiya işini asanlaşdırmaq üçün o qoşun hissələrini şimal sərhəddən çıxartmalı idilər. Bunu necə eləyəcəklər? Razılaşmaya görə ermənilər mart ayında Qarabağda yenidən təxribatlara başladılar. Məcbur qaldı AXC ordusu şimal sərhədlərə yerləşən güclü qoşun hissələrinin bir hissəsini çıxartdı. Hara göndərdi? Göndərdilər Qarabağa. Bakıda və digər ərazilərdə yerləşdirdiyi qoşun hissələrini göndərdilər hara? Qarabağa göndərdilər. Məqsəd Qarabağdakı ermənilərlə mübarizə aparsınlar. Ermənilər isə burada nə etdilər? Burada hətta əsgərindəki kiçik bir hərbi hissənin az saylı ordusunu tamamilə məhv elədilər hamısını. Qalanı ilə keçirdilər. Əsgərin qalasını ilə keçirmiş oldular. AXC ordusu şimal sərhədlərindən çıxdı və göndərildi hara? Qarabağa. 1920 aprelində Əsgəran yaxın döyüşdə ermənilər məğlub edildi. Əsgəran Xocalı azad olundu. Sonra yenə də apreldə Şuşa yaxınlı döyüşdə yenə ermənilər məğlub edilmiş oldu. Ardınca digər ərazilərdə Qazaxda və Naxçıvanda bu formada təxribatlar həyata keçirildi. Nəticədə AXC ordusu yenə də şimaldan və digər ərazilərdən götürüldü və göndərildi bu hissələrə. Nəticədə şimal sərhədlərimiz boşalmış oldu və Rusların keçişi üçün orada nə yarandı? Şərait yaranmış oldu. AXC-də böhran. Bu zaman Bakıda
hakimiyyətdə olan qüvvələr arasında fikir ayrılıqları yarandı. Onların bəziləri Sovet Rusiyası küçəşik etməyi tələb edirdi ki, onların təklifini qəbul edək. Bəziləri isə qəti şəkildə Sovet Rusiyasından heç bir əlaqə qurmamaq və onunla mübarizə aparmaq tərəfində idi. Təbii ki, birinci qüvvələr, orada kim idi rəhbərlik edənlər? Bu Komünist Partiyası vardı, biraz əvvəl dediyimiz məsələ. Komünistlər, Azərbaycan Komünist Partiyası istəyirdilər ki, nə olursa olsun, şimaldan gəlsin, yəni Sovet Rusiyası gəlsin, hakimiyyəti AXC-dən alıb versin komünistlərə. Belə ümid edirdilər ki, Azərbaycanlı komünistlər, Sovet Rusiyası onların dostudur, sadəcə olaraq Sovet Rusiyası onlara yardım edəcək, dost kimi yardım edəcək. Və nəticədə 1920-ci ilin mart ayında 5-ci hökumət kabineti istifa verdi. Bu arada 4-cü və 5-ci hökumət kabinetlərini Nəsib bəy Yusif bəyli rəhbərlik edirdi. İstifa verdi. Yeni bir hökumət kabineti təşkil etmək isə 6-cı hökumət təşkil etmək Məhəmməd Həsən Hacınskiyə tapşırıldı. Hacınski də digər partiyaların eyni anda iştirakını belə deyim, şərait yaratması onlara danışıqlara başladı. Amma bu danışıqlar uzandı. Hətta kommunistlərə də bu təklif olundu ki, gəlin, yəni Komünist Partiyasına, gəlin birlikdə hökumət təşkil edək və dövlətimizi idarə edək. Amma onlar bu təklifi rədd edildilər və qəti şəkildə hakimiyyətin kommunistlərə verilməsini tələb edilər. Hətta şahidlər, sonradan ortaya çıxan bir məsələdə Məhəmməd Həsən Hacınskinin bu işi qəsdən gecikdirdiyi ortaya çıxır ki, o da kimin tərəfində idi? Ruslar tərəfində idi, yəni kommunistlər tərəfində idi, bolşeviklər tərəfindən keçmişdi. Daha sonra da Hacınski də həmin bolşeviklər tərəfindən də ölümə məhkum ediləcək. Halbuki AXC qurucularından biri idi həmin şəxs. Nəticədə uğursuz oldu. Aprel 22-sinə qədər davam edən danışıqlar uğursuz oldu və belə olduqda 6-cı hökumət kabinetini təşkil etmək məsələsi alınmadı. Bir tərəfdən ermənilər Qarabağda qiyam qaldırdılar, digər tərəfdən artıq şimal sərhədləri boşalıbdır, digər tərəfdən də kommunistlər Bakıda hakimiyyət çevrilişi etməyə cəhd edirlər və AXC hakimiyyətini hədələyirlər. Əgər hakimiyyət onlara verilməsə, onlar üsyan qaldıracaq Bakıda. Və burada da Hacınskinin rəhbərliyi altında yeni bir hökumət də təşkil etmək uğursuz oldu. Bütün bunlar Rusların işğal planlarını reallaşdırmağa imkan yaratmış oldu. Belə vaxtda AXC Gürcüstana müraciət edir ki, gəl bərabər mübarizə aparaq. Gürcüstan da AXC ilə bir şərtdən razı oldu ki, Batumla bağlı iddiasına ona dəstək versin. Çünki Gürcüstan Batumu Osmanlıdan almaq istəyirdi. Belə oldu Gürcüstan dedi ki, mənə dəstək ol. Batum şəhəri Osmanlıdan alınmasına mənim tərəfimdə dur. AXC buna razılıq versə də Gürcüstan yəni Azərbaycana yardım göndərmədi. Belə oldu AXC tamamilə köməksiz qaldı. Belə bir vəziyyətdir. Mustafa Kemal Türkiyədə Azadlıq Hərəkatının rəhbərlik edirdi. O da Antantaya qarşı mübarizə aparmaq üçün Sovet Rusiyasına yaxınlaşmışdı. Belə olduqda isə Mustafa Kemaldan da heç bir yardım almaq imkanı ortada dediyimiz kimi tək qaldı. Sovet Rusiyası isə 1920-ci il aprelin 1-də o əmr verdi 11-ci Qırmızı Orduya Bakıya yürüş əmri verildi. Əvvəlcə Bakı işğal edilməli, sonra isə bütün Azərbaycan işğal edilməli idi. 1920-ci ildə aprelin 26-27 keçən gecə 11-ci qrupu artıq sərhəddi keçdi və qısa davam edən döyüşlər. Niyə qısa davam edən döyüşlər deyirik? Çünki burada baxın şimal sərhədləri buradadır. Orada az sayda qoşun vardı və onu asanlıqla məğlub edib zirehli qatarlarla harada gəldilər? Bakıya doğru hərəkət etdilər. Bu zaman AXC Hərbi Naziri Səməd və Mehmandarov Gəncə və Qazaxda olan Azərbaycan qoşunlarını oradan tələsi olaraq çıxardıb Bakının müdafiəsi üçün göndərməyə çalışsa da artıq gec idi. Niyə görə? Artıq Sovet qoşunları çoxdan Bakıya daxil olmuşdu və şəhərin bütün giriş-çıxış yolları onların nəzarətində idi. Yəni, Azərbaycan ordusu, AXC ordusunun Bakıya köməyə gəlməsi heç bir fayda vermədi. Nəhayət ki, artıq sonuna çatırıq. Deməli, Azərbaycanlı kommunistlər, Azərbaycan Komünist Partiyası rəhbərləri AXC hakimiyyətinə ultimatum göndərdi. Ultimatum
tələb irəli sürdülər ki, cəld ora hakimiyyət bizə verilməlidir, yəni kommunistlərə verilməlidir. Məmməd Əmin Rəsulzadə isə qardaş qırğını olmasın deyə ölkədə. Çünki bu kommunistlər də Azərbaycanlılardır. Hal-hazırda AXC rəhbərlik edən Azərbaycanlı türklərdir. Ölkədə qardaş qırğını, vətəndaş müharibəsi olmasın deyə parlamentin sonuncu iclasında dövlət müstəqilliyinin qorunması şərti ilə və başqa bir neçə şərtlər var orada ki, bir, Rus ordusu Bakıya daxil olmayacaq, 2, Azərbaycan kommunistlərinin qurduğu hakimiyyət müvəqqəti hakimiyyət olacaqdı. Əsas da məsələ nə idi? Dövlətin müstəqilliyi qorunub saxlanacaq. Çünki burada dövlətin müstəqilliyinin qorunub saxlanmasını bu işə götürmüşdü. Azərbaycan Kommunist Partiyası üzvləri ki, bəli, biz Ruslardan kömək alacağıq, dövlətimizin müstəqilliyini qorunub saxlayacaq. Rusiya sadəcə bizə kömək məqsədi ilə gəlir və onlar Bakıya daxil olmayacaq, Azərbaycanı işğal etməyəcək. Düşüncəsi ilə AXC-dən tələb edirlər ki, hakimiyyəti onlara versinlər. Məmməd Əmin Rəsulzadə də qardaş qırğını olmasın deyə bu təklifə məcburən neynədi? Razılıq verdi. Onsuz da edə biləcək bir şey yox idi. Çünki Bakı müdafiəsiz qalmışdı. Ruslar əgər Azərbaycan müqavimət göstərsə, Ruslar orada da yenidən qırğın törədəcəsi idilər. Azərbaycanlı kommunistlərə verilmiş oldu. Nə vaxt? 1918-ci ilin 28 aprelində. Və nəticə 28 apreldə AXC işğal olundu. Ruslar tərəfindən işğala məruz qaldı. Bu zamandır ki, Parisdə olan Azərbaycan nümayəndə heyəti San Remo'da iştirak edirlər. Onlar AXC-nin işğalına bağlı Avropa dövlətləri, dünya dövlətlərinə məlumat verdilər, onlara kömək istədilər. Amma bu müraciət cavabsız qalmış oldu. Yəni, Avropa dövlətləri sadəcə bunu sakitliklə qarşıladılar. Çünki onlar yenidən bir dənə balaca bir AXC dövləti üçün, Azərbaycan Xalq Cümhuriyyəti üçün Sovet Rusiyası ilə üz-üzə gəlmək, belə deyim, istəyində deyildilər. Ona görə də Azərbaycanın taleyini öz ixtiyarına buraxdılar. Bununla da AXC-nin varlığından son qoyuldu. 23 ay fəaliyyət göstərmiş AXC süqut eləmiş oldu. Deməli, şahidlər, tapşırığımız dediyimiz kimi mövzunu axıra qədər oxuyacağıq. Testlərimiz də AXC